Hər bir baxış istisnasız bir moizədir. Hər bir səhnə ki, sən onu mənasız görürsən, nəsə daş yağır göydən deyəsən. Nəsə düşür tez-tez. İndiyəcə mənim bunu başıma vururlar ki, araq içənlər deyir, səni çox istəyir. Deyirəm, niyə? Dedim ki, namaz qılıb özündən razı olmaqdansa araq içib özündən narazı olsun yaxşıdır. İndi bütün hamısı araq içənlər bir-birinə göndərir bunu, paylaşırlar ki, görürsünüz, özünüz deyirsiniz. Bu elə bilirlər ki, mən deyirəm araq için, keyf eləyin, özünüzdən. Yox, araq içmək günahdır. Quran deyir, şərab günahdır, şeytan əməlidir. Amması var ki, hər namaz qılan, hər araq içəndən üstün deyil. O qədər lütf elədi İmam Hüseyin mənə, Allah yəni İmam Hüseyin vasitəsilə də danışmağa da qorxuruq axı indi. O saat şirk damğasını vururlar da alnımıza ki, şirk. Peşmansan danışasan ki, İmam Hüseyin lütf elədi, deyir, yox, lütf ancaq Allah eləyir. O, bir nəfər alimlərdən biri danışırdı, deyir ki, siz Allahdan qeyrilərindən istəyirsiniz, ancaq gərək Allahdan istəyəsiniz. Deyir, özdə vəhdət tədbirinə getmişik, deyir. Bu təkvirçilərdən bir alim də adını da çəkmək istəmirəm. Nə danışanın adını çəkirəm, nə o deyənin. Deyir, elə girən kimi dedi, siz rafizilərlə, müşriksiz filansız, deyir, mən vəhdət üçün gəlmişik, düşdü mənim üstümə. Deyir, dedim ki, heç nə demədim, deyir, elə sakit dayandım. Bunda nə gəldi, dedi, Allahı qoyub başqalarından istəyirsiniz filan. Deyir, birazdan sonra deyir, oturduq, bunun bir xidmətçisi var, adı Əbdurrəhmandır. Dedi ki, Əbdurrəhman çay gətir, biraz söyəndən sonra ürək soydu, dedi, çay gətir. Əbdurrəhman çay gətir, dedim, şirk elədin sən. Dedi, niyə? Dedim, Rəhmandan istəyərlər çay, Əbdurrəhmandan yox. Sən Əbdurrəhman sənə çay gətirəməz, gərək Rəhmanın özündən istəyəsən, Allahdan istəyəsən. Bizim də bu yəni istəməyimiz elə o şəkillər ki, deyirəm, məni filan qədər məsələn bir kömək elə, filan elə, bu hamısı bunu vasitə gözü ilə görməkdir. Bir qız istəyir, verməyiblər. İstəyəndə başqa cür danışır, məsələn. Mən sizin övladınızam, oğlunuzam, nə filanam. O bir nəfər deyir ki, pişik kimi yaltaqlanır. Elə ki, dedilər, yox, qız deyir, istəmirəm, sigareti yandırır, türk mahnısını qoyur. Vəssalam, dünya başına. O xüsusi mahnıları var axı o məqamlar üçün. Uğursuzluğun mahnılarıdır, oturur onu fikirləşir, mən belə oldum, bədir. Heç nə baş verməyib. Bu olmayacaq, bir başqası olacaq. Biraz şeytanın qeybətini eləyək, nə qədər ki, yoxdur, deyirlər, zəncirlənib də yoxdur burada. İndi gələcək canımız üçün. Şəvval ayının hilalı doğan kimi gələcək, deyəcək, mənə deyirdin. Yox idim, cürət tapmışdım. Biri deyirdi ki, şeytanı daşlayanda həcdə, şeytan dedi ki, sən mənə niyə daş atırsan, sən ki, öz adamımsan. İndi burada deyir, cəmaat çoxdur, şeytana daşlayan, danışmıram. Gələrsən, qaydarsan vətənə, hələ dostluğumuz davam eləyəcək. Burada həvasa düşüb daş atmağa baxma. Lətifə danışırlar, deyir, evlənmişdi, biri bərk mömin idi, belə möhkəm mömin idi. Biri ilə evlənmişdi. Xanım gəlir bunun evinə, toy günüdür. Oturub deyir, hələ danış görək ki, məsələn, Allahı necə təsəvvür edirsən? Allah belə, Peyğəmbər elə, suallar verir həyat yoldaşına. Yoldaşı deyir, valla bilmədim, qəbrin əvvəl gecəsi deyir ya. Toyumuzdur bizim bugün. Mənim yadımdadır, təzə-təzə seriallar Azərbaycanda olanda, Azərbaycanın bir bölgəsində qadınlar oturub baxırlarmış, bu Braziliya serialıymış, baxırlarmış və deyir, başlamamışdan qabaq deyirmiş ki, bu serialın qəhrəmanı filan kəsin salamatlığına salavat. Yəni, o qədər elə bilir ki, o adam realdır, o qədər qərq olur onun içine, onunla yaşayır, onu real bir şey hesab eləyir. Azan da vaxtı dövr axı. İkiyə qalır. Nə şiyənin azanıdır, nə senin. O kişi vardı, deyir, neçə dənə dua yazdı Kəbənin qırağında. Eşitmişsin onu, hamı başını yerləyir. Deyir ki, nəm filan şey ver, filan şey ver. Axırda yazdı ki, şəhidliyi də qismət elə. Deyir, çıxdım, gördüm, qırırlar cəmaatı. Güllə vururlar, uzandım yerə ki, deyəsən, aşağıdan başlamışsın. Mən neçə dənə şey istəmişdim, indi sən... Telefon zaryadkaya qoyulur. Zaryadka nədir Azərbaycan dilində?
O da Azərbaycancı olmalıdır. Enerji, bilmirəm valla da. Enerjiyə qoyuruq məsələn telefonu. Elə zaryadka yaxşıdır. O bir nəfər deyirdi, getmişdim, mollaların məclisi idi. Nə bilim mən bir-birinə qəribə salamlaşırdılar. Biri durur dedi, məssakumullah bil xeyr. Biri deyirdi, nə, mən də deyib bilmədim, nə deyəm. Durdum dedim, səmiyallahu limən həm. Bildiyim bir dənə ərəbcə sözü o idi. Gördüm bir cür sözlər deyirlər, biri deyir, məsələn, əsədallah əyyaməkum bayramlarını belə təbrik edirlər, fitr bayramı günü idi. Deyir, hərə bir cür dedi, mən də elə bildiyim bir dənə bu idi, bunu dedim. Siz Allah yatmayın, mən bu moizəni axıra çatdırım. Yatmayın, yanınızdakına tapşırın ki, yatanda məni durğuz, o yat. Ki, mən burada görürəm, hamınızı görürəm, hamının simasına baxıram, diqqətlə baxıram. Və görəndə biri yatıb, mən çox narahat oluram. Xahiş edirəm, yatmayın, yatmaq olanlar da geçsin evdə uzansın, rahat, ayağını uzatsın, yatsın. Burada mən laylay oxumuram da. Xahiş edirəm ki, yatmayasınız, yalvarıram sizə yatmayın. Çünki ən xoşuma gəlməyən şeylərdən biri, keçən illər demişəm, yatmaqdır. Moizədə belə yatmaq yox, yəni xütbədə, məclisdə yatmaq. Ona görə xahiş edirəm sizdən. Gülərüz adamlar Peyğəmbəri cəzb eləyərdi. Həmişə dayanıb əl sıxıb onlarla görüşərdi. Onlara vaxt ayırardı. Yoxsa adam zariyə, ağzı açmağa peşmansan. Salam, necəsən başlayır. Necəsən başlayır, sənin də halı o xarab eləyir. Sən də başı tutub qaçmaq istəyirsən. Ki, mən nə qələt elədim, buna salam verdim. Adam var uzaqdan, öpəsən desən salam. Yaxın gəlmə, mənə virusdur çünki səni də yoluxduracaq. Söz vermişəm, az danışım, bilmirəm, harada kəsim sözümü. 5-6 dəqiqə inşallah istəyirəm tamamlayayım. Sizi yormuram ki mən. Yaxşı, bir nəfər verir. Yaxşı, onda biraz 5-6 dəqiqə davam eləyək. Yorsam deyəcəksiniz, yorursan. Yorursan məsələn. Bir dənə hədis deyimdə da oğlan belə elədi mənə. Ona görə bir dənə hədis deyim. O Arif deyir, həmişə nəsihət eləyərdi ki, qadınlarınıza dəyər verin, onun qədrini bilin. Tələbələr dedi ki, yəqin ki, bunun ağzı isti yerdədir, Bakılılar demişkən. Ağzı isti yerdədir, bu elə bilir ki, keyfdədir cəmaat, qadınlarınıza dəyər verin. Deyir, bir gün gedək bunun evinə görək, yəqin ki, bunun necə salih bir xanımı var. Deyir, xəbərsiz gəldilər, qapını döydülər, qapını açdı, salam, dedilər, aleykəssalam, qonaq gəlmişik. Dedi, valla mən çağırmamışdım sizi də, deməmişdim gələsiz. Amma da gəlmişsiniz də, buyurun içəri. Buyurun içəri, deyir, girdi içəri, oturduq. Elə bizim gözümüzün qabağında bu Arif ki, hamı başını dolanır küçədə, bazarda. Hamı əllərindən öpür. Bunun həyat yoldaşı gəldi bizim yanımızda, da nələr eləmədi. Dedi ki, bağışlayın ağa, deyəsən, bir vaxt gəlmişik, əsəbi vaxtı, yox, mənim elə günüm belə keçir. Təbəssümlə, mənim adi halımdır. Deyirdim, yəni ki, ona görə deyirdim ki, bəlkə keçməyəsiniz içəri, bu mənzərələri görməyəsiniz. Mənə ünvanlanan sual budur. Adəm Peyğəmbər deyir, nə idi? Nə bilim mən nə idi? Nə qədər önəmlidir nə idi? Ona oxşur ki, Nuhun gəmisi məndən soruşurdu ki, neçə metrədir? Bilmirəm, valla, mənə maraqlı deyil Həzrəti Nuhun, özünə də qurban olum gəmisinə də. Mən nə işimə qalıb onun gəmisinin nə boydaydı. Mənə gəlib suallar verdi, demişəm sizə keçmişdə. Həzrəti İbrahim deyir, o qoçu kəsdi, deyirəm, kimlərə verdi onu qurbanı? Onu mənə, dedim, valla, siyahını mən tutmamışam, mən nə bilim, Həzrəti İbrahim, nə fərq var kimlərə verdi? Cəmaatın ağlına suallar gəlir. Cəmaat deyəndə bir qism adamın. Mən incinmirəm, narahat olmuram. Amma mən deyirəm, Adəmin uşaqları necə artdı? Əşim, mənim nəyimə lazımdır? Artdı da bir təhər artdı. İndi hər dərdimiz həll olub, görə Adəmin uşaqları necə artdı? İndi təzdən özüm sual saldım, cəmaatınız. Sonra gələcək, doğrudan necə artdı? Axırı doğrudan necə artdı amma? Bu içimizdə olan bir xüsusiyyətlər var, saydıq. Sözümü bitirirəm. Bir neçə dəqiqə. Yox, deyəsən, hələ tez bitirmirəm. Bir neçə dəqiqə yox, 5-6 dəqiqə.
Sevindici elə bildim. Baxdım, elə bildim ki, az qalıb vərəqin sonuna.